Vüsal xanım, bəs bu qrant layihənin əhatə dairəsindən danışaq, regionları əhatə etməsi. Sadəcə Bakı ilə kifayətlənirikmi, yoxsa necə? Bu il coğrafiya xeyli genişlənib və biz bu il ötən illə müqayisədə regionlarda da olan özəl bağçaların bu prosesə müraciət etdiyini şahidi oluruq. Məsələn, Bakı ilə yanaşı Sumqayıt, Abşeron, İmişli, Xaçmaz, Lənkəran, Biləsuvar, Şirvan ola bilər hansısa regionu mən unudum, ancaq bu regionlardan olan bağçalar var. Coğrafiyamız xeyli genişlənib. Ötən il Bakı, Abşeron və 2 region səhv eləmirəmsə var idi, yəni daha az idi. Amma bu il ən azı biz coğrafiyamızı 2 dəfə genişləndirmişik. Yəni hansı regionlardan 63 bağçanın neçəsi regionları əhatə edir? Əgər daha konkret desək, bu il bizim 63 bağçadan 13-ü regionların payına düşür və qalanları paytaxtda yerləşir.